A little, little, a few, few. Bunların fərqləri və oxşar cəhətləri. Deməli, a little və little-dan sonra sayılmayan tək isim gəlir. A few və few-dan sonra isə sayıla bilən cəm isim gəlir. Məsələn, a little time, a little time. Biraz vaxt. Deməli, a little və a few ikisi biraz mənasını verir. Yəni yetərli qədər. Yəni az da olsa var mənasını verir. Little, few isə bu ikisi isə çox az mənasını verir. Yəni yox dərəcəsində inkar məna işlənir. İnkar mənada deyir cümləni demək olar ki. Məsələn deyirik ki a little time biraz vaxt və ya deyirik ki little time çox az vaxt. Yəni yox dərəcəsində olan vaxt. Daha sonra few, a few. Deyir ki a few books. A few books. Biraz kitab qədər kitablar daha doğrusu. Few books. Çox az kitab. Yetərsiz qədər yəni. Məsələn deyir ki mənim dostlarım var, biraz dostum var, yəni yox dərəcəsində deyil də var. I have a few friends. Mənim dostlarım var, yəni yox dərəcəsində deyil. Və yaxud deyirik ki I have few friends. Mənim dostlarım çox azdır, yəni yox dərəcəsindədir. Bu eyni qayda ilə a little və little-a da aid. Amma onlarda cəm isim işlənmir, tək işlənir. Məsələn deyirik ki I have a little money. Və ya deyirik ki I have little money. Mənim biraz pulum var, mənim pulum yoxdur, yox dərəcəsində. Little və few artikli olmayanlar yox mənasını verdikləri üçün inkar cümlələrdə işləmirlər. Çünki bunlar özləri ilə cümləni inkar edir. Məsələn deyə bilmirik ki məsələn bizim vaxtımız yoxdur. Yəni bu cür yaza bilmərik ki we haven't got little time. Bu olmaz. Çünki buradakı inkardan buradakı 2 dənə inkar olur. Yazmalıyıq ki we haven't got much time. Çünki little varsa inkara ehtiyac yoxdur. Bir də ki little kiçik, balaca mənasını sifət kimi işlənirsə, o mənanı verirsə, sayılan isim gələ bilər. Məsələn a little boy, little balaca oğlan, balaca oğlanlar.